9-cu aylıq sınaq imtahanı 10-cu siniflər üçün. Baxaq uşaqlar. Birinci sual. Daxilinə çevrə çəkilmiş trapesiyanın orta xətti 8 olarsa, bu trapesiyanın perimetrini tapın. Deməli uşaqlar, bir dənə trapesiyanın daxilinə çevrə çəkilibsə, cümləni tərsdən oxusam nə başa düşəcək? Çevrənin xaricinə trapesiya çəkilib. Belə bir şəkil alınacaq. İndi, orta xətti 8 veribdirsə, orta xətt 8-dirsə, oturacaqlara AB desəm, onda A üstəgəl B cəmi nəyə bərabər olar? 16-ya. Yanların biri C, biri D olsun. Belə bir qaydamız var idi. Dördbucaqlının daxilinə çevrə çəkmişiksə, qarşı tərəflərin cəmləri bərabər olmalıdır. Yəni, A üstəgəl B cəmi bərabərdir elə C üstəgəl D cəminə. Yəni, C üstəgəl D cəmi də 16 eləyir. Nəticədə perimetr nə qədər olar? Hamısının cəmidir də perimetr. 16 üstəgəl 16-dan cavabımız olacaq 32. Birinci sualda cavab oldu D variantı. Başa düşdüyümü? Keçirəm ikinci sualımıza. İkinci sual. Deyir ki, bərabərsinin tam həllərinin sayını tapın. Neyniyək uşaqlar? Pi çıxılsın kök altında 11. Bilməliyəm ki, bu ədəd müsbətdir yoxsa mənfidir. Tərkibində x yoxdur deyə bunun işarəsini bilməlisiniz. Necə ədəddir bu uşaqlar? Mənfi ədəddir. 3,14-ü kvadrata yüksəltsəz 11-dən kiçik eləyəcək. 10 tam nə qədərsə eləyir. İndi, nəyi mənfiyə bölsəm nəticə müsbət olar? Mənfini. Yazıram. X kvadrat üstəgəl x çıxılsın 6 kiçikdir, bərabərdir 0. Bunu vuruqlarını ayırsam. X üstəgəl 3, x çıxılsın 2, kiçik bərabər 0. İntervallar metoduna görə sıfırlarını qeyd eləyək. Var deməli mənfi 3, sonra var 2, ayırdım intervallara. 2-dən böyük bir ədəd yerinə qoysam müsbət, mənfi, müsbət, bizə lazımdır mənfi aralıq. Mənfi 3-dən 2-yə qədər. Hər ikisini də ala bilir. İndi deyir ki, tam həllərinin sayını tapın. Mənfi 3-dən 2-yə qədər neçə dənə tam həll var? 0 da sayması təbii ki, 6 dənə. Bunu belə tapırdıq da. 2-dən çıxırdıq mənfi 3-ü, üstünə də 1 gəlirdik. Say oldu 6 dənə. İkinci sualda cavab oldu B variantı. Keçirəm üçüncü suala. A, B və C ədədlərini müqayisə edin deyir. Deməli, nə iş görəcək uşaqlar? Gəlin belə bir iş görək. A bərabərdir. Kökdə 15 çıxılsın, kökdə 14-ü. Qoşmasına vurun, bir dəfədə bölün. Qoşması nədir bunun? Toplamasıdır da. Kökdə 15 çıx, kökdə 14. Kökdə 15 üstəgəl kökdə 14-ə vurulur, bir dəfədə bölünür. Bunun yuxarısına diqqətlə baxsaq, nə verəcək yuxarısı? Muxtəsər vurma düsturuna görə. A kvadrat çıx, B kvadrat, yəni 15 çıx 14. Yuxarısı oldu 1, aşağısı da kökdə 15 üstəgəl kökdə 14. Eyni qayda ilə yazıram B bərabərdir. Kökdə 14 çıxılsın, kökdə 13. Yenə bunu qoşmasına vurun, bölün. Qoşması bizə bunun toplamasını verir. Yenə sürət 1 olacaq. Məxrəc olacaq. Kökdə 14 üstəgəl kökdə 13. Eyni qayda ilə S-ni də sadələşdirək. Kökdə 11 çıxılsın, kök altında 10. Qoşmasına vuranda sürət 1 olacaq. Məxrəc isə kökdə 11 üstəgəl kökdə 10. İndi uşaqlar, bu üç kəsirin sürətləri eynidir. Fikir verirsiniz. Sürətləri eynidir. Onda məxrəci böyük olan ən kiçik olacaq. Məxrəci kiçik olan ən böyük olacaq. Birincisinin məxrəcinə baxın. Kökdə 15 üstəgəl kökdə 14 böyükdür. Yoxsa kökdə 14 üstəgəl kökdə 13? Kökdə 15 üstəgəl kökdə 14 məxrəci böyükdürsə, onda bu kiçikdir. Yəni A kiçikdir nədən? B-dən. Eyni qayda ilə B ilə C-nin məxrəclərinə baxın. Kökdə 14 üstəgəl kökdə 13 böyük ədəddir, yoxsa kökdə 11 üstəgəl kökdə 10? Biri elə bir ki, kökdə 27-dir, biri kökdə 21-dir. Hansı böyük olar? Kökdə 27 olan. Məxrəci böyük olan da kiçikdir deyə B də nədən kiçik olacaq? C-dən. Cavabımız A kiçikdir B, kiçikdir C. Varmı? Oldu Y variantı. Aydın olur.
olur. Keçirik 4-cü sualımıza. 4-ə baxaq uşaqlar. İfadəsinin qiymətini tapın. Nə iş görəcəyik? Baxın, sinus 7/5, kos 7/5. Az qarşı düstura gəlsin. Nə yoxdur? İkisi. Onda mən yuxarını 2-yə vururamsa, aşağını da 2-yə vururam. Hətta görürəm ki, aşağıda da düstur yarandı. Yuxarıda da düstur yarandı. Nə verdi yuxarısı? Sinus 15 dərəcə vurulsun, kosinus 15 dərəcə. Aşağısı 11/125-i 2-yə vuranda 22/5. Sinus 22/5 dərəcə vurulsun, kosinus 22/5 dərəcə. Uşaqlar yenə düstura gəlmək istəyir. Yenə nə yoxdur? İkisi. Yuxarını aşağında 2-yə vurun. Nə verdi yuxarısı? Sinus 30. Aşağısı nə verdi? Sinus 45. Sinus 30-un qiyməti. Qiymətlərini artıq yazmaq olar. 2-də 1. Sinus 45-in qiyməti kökdə 2/2. Buradan bu 2-lər gedir. Cavab qalır 1/2. 1/2 yazılışı da xoşa gələn yazılış deyil. Kökdə 2-yə vurun. Cavabımız oldu. Kökdə 2/2. Aydın oldu mu? Tamam. Keçirəm 5-ci suala. 5-ci sual. Bir m-in hansı müsbət qiymətində vektorları kollinear vektorlardır? Uşaqlar, kollinear vektorlar üçün nə bilirdik? Uyğun koordinatların nisbətləri bərabər olmalıdır. Nə başa düşdünüz? m-2 bölünsün 8 bərabər olmalıdır. 4 bölünsün m plus 2. Vurun çarpaz. m-2-ni m üstəgəl 2-yə vuranda m kvadrat çıx 4. 8 4-ə vuranda 32. Buradan m kvadrat 36 alındı. M də bərabər oldu. Müsbət -6. Amma bizdən müsbət qiymətini istəyir deyə cavabımız olacaq A variantı. Aydındır. Sonra keçirik sual 6-ya. İfadəsini cəbri şəkildə göstərin. Uşaqlar, sürət və məxrəc nəyə vurulmalıdır? Məxrəcin qoşmasına. Ya da istəyirsiniz, bərbaşdan bir iş görək. Yuxarını da aşağında köşdə 3-ə vurun. Birincisini, kəsirdə kəsir var deyə. Köşdə 3-ə vursam, köşdə 5 üstəgəl, köşdə 3 i. Aşağısı nə oldu bəs? Köşdə 15, 3-ə vururam axı. Kök altında 45, çıxılsın, köşdə 3 i. Eyni qayda ilə ikincisinə də baxın. Kökdə 5 çıxılsın, kökdə 3 i. Aşağısı kök altında 45 üstə gəlinsin, kökdə 3 vur i. İndi sürət və məxrəcin qoşmasına vurun dedik. Ya da istəyirsiniz ortaq məxrəc eləyin. Hansı rahat olar? Ortaq məxrəc daha rahat olar, çünki müxtəsər vurma düsturu yaranır. Ortaq məxrəc bu ikisinin hasilidir. Kökdə 45 çıx, kökdə 3 i. Digər nə olacaq? Kökdə 45 üstə gəlinsin, kökdə 3 i. İndi bu ortaq məxrəci birincinin məxrəcinə bölüb sürətinə vururam. Onda burada belə bir şey olacaq. Kökdə 5 üstə gəlinsin, kökdə 3 i. Vurulsun, kökdə 45 üstə gəl, kökdə 3 i. Ortaq məxrəci ikincisinin məxrəcinə bölüb sürətinə vururamsa. Olacaq kökdə 5 çıx, kökdə 3 i. Vurulsun, kökdə 45 çıxılsın, kökdə 3 i. Düz yazdım mı bura qədər? İndi məxrəc nə verdi uşaqlar? Məxrəcə diqqətlə baxın. A kvadrat çıx B kvadratına görə 45 çıxılsın 3 i-nin kvadratı. Bəli, 48 eləyəcək. Yuxarından normal qaydada vuraq açaq. Deməli, kökdə 5-i kökdə 45-ə vuranda kökdə 225 eləyir. Bundan nə çıxır? 15. Kökdə 5-i kökdə 3 i-yə vuranda kökdə 15 vurulsun i. Kökdə 3 i-ni kökdə 45-ə vuranda kökdə 135 i. Sonra üstə gəlinsin 3 i-nin kvadratı. Eyni qayda ilə ikincisini də vuraq. Deməli, üstə gəlinsin 15. Sonra çıxılsın kökdə 15 i. Çıxılsın kökdə 135 i. Bir də üstə gəlinsin 3 i-nin kvadratı.
Burada köşdə 15i, mənfi köşdə 15i, köşdə 135i, mənfi köşdə 135i gedir. 15 ilə 15, yuxarısını hesablayıram hələ ki. 15 ilə 15 bizə verdi 30. 3i'nin kvadratı mənfi 3 deməkdir. Bax, bura da mənfi 3'dür, bura da mənfi 3'dür. Onda çıxılsın 6 olacaq. Məxrəcdə demişdik ki, 48. Yuxarısı oldu 24, aşağısı 48. Bu da bizə 2'də 1'i verdi. Cavabım nə oldu? 0,5. Yəni, A variantı. Vaxt aparan sualdır, amma sual özü rahat sualdır. Keçirik 7-ci sualımıza. 7. X1 və X2 ədədləri tənliyinin kökləri olarsa, ifadəsinin qiymətini tapın. Burada olarsa sözü olmalıydı. Düşməyib. Uşaqlar, X1, X2 iştirak eləyirsə, təbii ki, yadımıza nə düşməlidir? V terimi. V teriminə görə X1 + X2 cəmi nəyə bərabərdir? 8-ə. Hasili bəs? Hasili bərabərdir 3. İndi, veriləni gəlin vuraq açaq, kömək eləyib. X1 vur X2. Üstə gəlinsin 3x1. Üstə gəlinsin 2x2. Üstə gəl 6. Çıxılsın x1. Yazıram. x1 vur x2. Uşaqlar 3x1-dən x1 çıxanda 2x1. 2x1 ilə 2x2-dən də 2-ni çıxardın. Qalacaq x1 üstə gəlinsin x2. Üstə gəlinsin 6. İndi qiymətlərini də yerinə qoyun. 3 üstə gəlinsin 2 vur 8. Üstə gəl 6. Neçə elədi? 25 elədi. 7-ci sualda cavab oldu 25, A variantı. Aydındır mı? Tamam. Davam edirik. 8-ə baxaq uşaqlar. 8 də yenə sadə sualdır. Bunun bu yuxarısının vuruqlarına ayrışı necə olacaq? X çıx 3 ilə X çıx 4. Düzdürmü? Toplayanda 7, vuranda 12. 3 ilə 4'dür. Aşağısını vuruqlarına ayırsam. X çıx 3 ilə X üstə gəlsin 2'dir. Vurulsun. Yuxarısını vuruqlarına ayırsam. X üstə gəl 2 ilə X üstə gəlsin 6'dır. Aşağısına diqqətlə baxın uşaqlar. X çıx 4'ün kvadratıdır. İndi ixtisarlarımızı eləsək. X çıx 3'lər gedər. X üstə gəl 2'lər də gedər. X çıx 4 ilə də kvadratın biri gedəcək. Yuxarıda qaldı. X üstə gəl 6. Aşağısı da X çıx 4. İndi X-lərin yerinə 14 qoyaq. 14'ün üstünə 6 gəldim. 20. 14'dən 4 çıxdım. 10. Yekun cavabımız oldu 2. 8-ci sualda cavab oldu B bəndi. Sonra keçək 9'a. 9-cu sual. Deyir, 30% duz məhlulu ilə 80% duz məhlulunu hansı nisbətlə qarşıdırdıqda dozluluğu 40% olan məhlul alınır? Uşaqlar, 30% duz məhlulundan fərz eləyək ki, A miqdarda götürmüşük. 80% duz məhlulundan da B miqdarda götürmüşük. İndi bu ikisini qarşıdıranda bu 40%'nin miqdarı nə qədər olmalıdır? A plus B olmalıdır. İndi uşaqlar, A'nın 30% duzdur. Onda nə yazaram? A vur 30 bölünsün 100. Üstə gəl, B'nin 80% duzdur. B vurulsun 80 bölünsün 100. Bərabərdir. A plus B'nin də 40% duz olmalıdır. A plus B vurulsun 40 bölünsün 100. İndi görün nə edirəm. Hamısını 100'ə vursam bu 100'lər gedəcək. Hamısını 10'a bölsəm bu sıfırlar gedəcək. Olacaq nə? 3A üstə gəl 8B bərabərdir. 4A üstə gəlsin 4B'yə. İndi A'lar bir tərəfə, B'lər bir tərəfə keçmiş olsa 4B bərabər olacaq A'ya. Buradan B'miz bərabər oldu K. A'mız nəyə bərabər oldu? 4K. Məndən elə bil ki, A böl B nisbətini soruşurdu. İndi A böl B sizcə hansı nisbətdədirlər? A'mız 4K'dır, B'miz də K'dır. 4K bölünsün K. Cavabımız nə oldu? 4 bölək 1. 9-cu sualda cavab oldu C variantı. Sonra davam edirik. 10-cu sualımız gəlir. Deməli deyir ki, A bərabərdir kosinus 243, B bərabərdir kosinus 350 ədədlərinin işarələrini müəyyən edin. Çox sadə sual olduğunu düşünürəm. 243 dərəcə neçənci rübdə uşaqlar? 3-cü rübdə. Kosinus 3-cü rübdə mənfidir.
Deməli, A-mız mənfi ədəddir. 350 dərəcə neçənci rübdədir? 4-cü rübdə. Kos 4-cü rübdə müsbətdir. Demək ki, B-miz də müsbətdir. A mənfi, B müsbət. Düzgün cavabımız oldu A variantı. Sonra keçirik 11-ci suala. 11. Diqqətiniz məndə olsun. Deyir, tənliklər sistemindən x, y hasilini tapın. Nə iş görərəm uşaqlar? Bax, bu 4x kvadrat üstəgəl 9y kvadratının çıxmaya görə olan açılışı var. Çıxma iştirak edən açılışı var. Belə idi. 2x çıxılsın 3y-in kvadratı. Üstə gəlinsin hasilinin 2 misli 12xy bərabərdir 121 çıxılsın 12xy. 2x çıx 3y-nin yerinə 5 qoysam kvadratı nə verəcək mənə? 25. Üstə gəlsin 12xy bərabərdir 121 çıxılsın 12xy. Bu mənfi 12xy bu tərəfə keçirsəm 24xy olacaq. 25-i bu tərəfə keçirsəm 121-dən 25 çıxanda 96 mı qalır? 96. Hər iki tərəfdə 24-ə bölsək xy-miz olacaq 4. 11-ci sual cavabı oldu C bəndi. Sonra keçirəm 12-yə. 12. Baxaq. Deyir, M parametrin neçə tam qiymətində kökləri həqiqi olan bu çoxhədli vuruqlara ayrılmır. Uşaqlar, əgər bir çoxhədlinin vuruqlara ayrılmasını istəmirəmsə, onda onun kökü olmamalıdır. Kökünün olmaması üçün də diskriminantı sıfırdan kiçik olmalıdır. Sözlüyün canı nədir? Diskriminantını tapın, sıfırdan kiçik eləyin. Nə olacaq onda? M çıx 3-ün kvadratı çıxılsın 16, kiçik olmalıdır sıfırdan. Bunu da bərabərsiz kimi həll eləsəz. M çıx 3 çıx 4, M çıx 3 üstə gəl 4, kiçikdir 0. Birincisi bizə verəcək M çıx 7-ni, ikincisi bizə verəcək M üstə gəl 1-i. İntervallar metoduna görə də var mənfi 1, bir də var 7. Heç birində almır. Müsbət, mənfi, müsbət. Aralığımız oldu mənfi 1-dən 7-yə qədər. İndi mənfi 1-7 arasında neçə dənə tam həll var? Necə tapırdıq? 7-dən çıxırdıq mənfi 1-i və 1 çıxırdıq. Aydındır mı? İntervaldır deyə. Buradan da bu birlər gedir. Sayı olur 7 dənə. Çatdı? Tamam. Davam edirik 13 nömrəli sual. Deyir ki, A natural ədədinin sadə vuruqlara ayrılışı bu formadadır. B natural ədədinin sadə vuruqlara ayrılışı da bu formadadır. Mənə deyir ki, A vur B hasilinin neçə sadə vuruğu var? Uşaqlar, bunları bir-birinə vursaq, M-in kvadratı M-in kubuna vurulacaq. M üstü nə olar? 5. K-nın kubu K üstü 5-ə vurulacaq. K-nın üstü 8. N üstü 1 və P üstü 4. İndi bunun sadə vuruqlarının sayı qüvvətlərinin cəminə bərabərdir. Amma natural bölənlərin sayını desəydi, onda nə edirdik? Qüvvətləri bir vayda artırıb, bir-birinə vurardıq. Burada sadəcə üstləri toplayın. Üstə gəlsin 4. Cavab neçə elədi? 18, yəni Y bəndi. Aydın oldu mu? Tamam. Davam edirik. 14-cü sualımız. Deyir, qonşu bucaqlardan birinin dərəcə ölçüsünü 20 dərəcə, digərini isə 40 dərəcə artırdıqda bərabər bucaqlar alınır. Uşaqlar, qonşu bucaqlar olsun alfa, beta. Bəri başdan bilirəm ki, qonşu bucaqlardır deyə cəmi nə qədərdir? 180. İndi deyir ki, birini 20 dərəcə, alfanı 20 dərəcə artır, digərində 40 dərəcə artır. Nəticədə bərabər bucaqlar alınır. Bir-birinə bərabər elə. Qonşu bucaqlardan böyüyünün dərəcə ölçüsünü tapın. Uşaqlar, tənliklər sistemi şəklində həll edək. İkincisindən betanı keçirərəm. Alfa çıx beta, 20-ni də bu tərəf keçirsək, elə 20 dərəcə. Cəmi də 180 dərəcədir. İndi tərəf-tərəfə toplasam gedəcəklər. 2 alfa tapıldı nə qədər? 200. 200. Onda alfa özü oldu 100 dərəcə. Beta nə qədər olar? 80 dərəcə. Bunlardan da böyüyünü soruşur. Cavabımız oldu 100 dərəcə.
Aydındır? Yəqin yaza bilmişsiniz bunu. Narahat olma. 15-ə baxırıq. Deyir, ədədi silsiləsində bu olarsa, bu silsilənin ilk 15 həddinin cəmini tapın. Uşaqlar, bu aşağılarını toplasam, neçə verir bizə? Toplayın aşağılarını. 24. Amma 3 dənə hədd var. Onda bunun əvəzinə 3 dənə A8 yazacam. Bərabərdir 48. A8 nəyə bərabər oldu uşaqlar? 16. Bu yadımızda qalsın. İndi məndən soruşur bu silsilənin ilk 15 həddinin cəmini. Yəni nəyi soruşur? S15-i. S15-in açılışını deyin mənə. Amma qausa görə deyin. A1 üstə gəlinsin. A15. Bölünsün 2, vurulsun 15. A1 ilə A15 cəmi bizə 2 dənə A8-i verir. 2-lər də gedəcək. A8 vurulsun 15 oldu. A8-in qiyməti 16. 15-ə də vuranda cavabımız olacaq 240. Aydın oldu mu? Tamam. Keçək 16-cı sualımıza. Deyir ki, ABC düzbucaqlı üçbucağında o medianların kəsişmə nöqtəsi AB ilə BC perpendikulyardır. Deməli, bir dənə düzbucaqlı üçbucaq çəkək uşaqlar. AB ilə BC perpendikulyardır deyə, deməli perpendikulyarlıq B təpəsində olacaq. Bura A yazıram, burada S yazıram. İndi OD AC-yə perpendikulyardır deyir. O medianların kəsişmə nöqtəsidir. Həmçinin OD AC-yə perpendikulyardır deyir. AD-ni 22 veriblər. CD-ni isə 38 veriblər. Bizdən soruşur OD parçasının uzunluğunu. Nə iş görərik uşaqlar? Əslində bunu mən yaxşı seçmədim. Niyə yaxşı seçmədim? Perpendikulyarlıq biraz bu tərəfdə olmalıydı. Böyük parçanın 38 olduğu rahat görünməlidir. Bax, bura 90 dərəcədir. Bir də bu medianı çəkdim özüm. Uşaqlar, BM medianı çəkdim, burada D-dir. İndi, BM medianı bütöv hipotenuzu yarı böləcək. Diqqətiniz məndə olsun. Bütöv hipotenuzu nə qədərdir hal-hazırda? 60. Yarısı 30. 30-un bu DM hissəsinə düşəcək 8. Burada 90-dır. Sonra uşaqlar, bəs BM nə qədərdir? BM hipotenuzu çəkilən mediandır. 60-ın yarısı 30. Həmin bu 30 O nöqtəsində 2-1 nisbətində bölünməlidir axı. Nə yazaram onda BO-ya? 20. OM-ə də 10 düşəcək. Bizdən də OD-ni istəyib, burada yazıram X. İndi OD M üçbucağına baxın. Bu düzbucaqlı üçbucağa baxın. X-in kvadratı üstə gəl 8-in kvadratı bərabər oldu 10-un kvadratı. X də bərabər olacaq 6-ya. Gör nə gözəl sual imiş. Həqiqətən gözəl sual imiş. Bu arada uşaqlar, düşünürəm ki, izahı biraz qarışıq verdim. Bir dənə qulaq asın. Şəkili belə çəksəydim daha rahat olacaqdı. Deməli, burada B var. Qulaq asırsınızmı? Buradan təbii ki, bir dənə median çəkəcəm. O burada olsun. Buradan burada bir dənə perpendikulyar. İndi, bunun bu hissəsi nə qədərdir dedik? 22-dir. Bu hissəsi 38. Bu M nöqtəsində bu yarı bölündü. 30-30 qaldı, bura qaldı 8. BM özü 37 deyə, bura necə bölünər? 20-10. Bu arada bunu yazmadım heç. Bura A-dır, burada S-dir. İndi bizdən də OD-ni istəyir. Bir də baxın bu düzbucağa. Şəkil belə məncə daha rahat oldu. Cavabımız olacaq 6. Keçirəm 17-ci suala. 17. Biabırçılıq. Deyir ki, M ilə N-in birləşməsi neçə elementi var? Ya da belə eləyək, birləşməsindən kəsişməsini çıxardın. Uşaqlar, birləşməsi bunun hamısıdır.
Buradan kəsişməni çıxardıramsa, bu deyə buranı yox eləyirəmsə, yerində neçə dənə element qalacaq? Ancaq kənarları tapın da. Neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Demək ki, cavabımız 10-a bərabər imiş. Sonra keçirəm 18-ə. Radiusu 6,5 olan çevrənin daxilinə katetlərindən biri 5 olan düzbucaqlı üçbucaq çəkilmişdir. İkinci kateti tapın. Deməli uşaqlar, radiusu 6,5 olan çevrənin daxilinə düzbucaqlı üçbucaq çəkirəm. Uşaqlar, çevrənin daxilinə düzbucaqlı üçbucaq çəkəndə mütləq hipotenuz olur diametr. Çünki o 90 dərəcə yalnız nəyə söykənir? Bax, bunun daxilinə bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Bu 90 dərəcə mütləq söykənməlidir diametrə. Belə çıxır ki, hipotenuz oldu diametr. Bura olsun A, bura B, burada C. İndi uşaqlar, radius 6,5 veribdirsə, burada 6,5, burada 6,5 yazıram. Bütöv hipotenuz nə qədər oldu? 13. Katetlərindən biri də 5-dir. Digər kateti tap, məşhur ədədlərdir. 5, 12, 13 üçbucağı. Cavabımız oldu 12. Yaxşımı? Keçirəm 19-a. Deyir, A parametri neçə tam qiymətində funksiyasının qrafikinin təpə nöqtəsi birinci rüvdə yerləşər. Uşaqlar, təbii ki, bu funksiya diqqətlə baxın. Bu funksiyanın qrafiki nədir? Bunun burasında kvadrat var deyə. O qrafikin adı nədir? Parabola. İndi, özü də necə parabola? Kvadratın əmsalı müsbətdir deyə. Qolları yuxarı. İndi uşaqlar, baxın, bu təpə nöqtəsinin birinci rüvdə yerləşməsi üçün bunun m-də müsbət olmalıdır, n-də müsbət olmalıdır. Yazıram, m böyükdür 0, m böyükdür 0. M-in düsturu belə idi. Mənfi b bölünsün 2a, böyük olmalıdır 0-dan. N-in düsturu da belə idi. 4a seç b kvadrat bölünsün 4a, böyükdür 0-dan. İndi, mənfi b bölü 2a-nı hesablayıramsa, baxın, burada da mənfi var, burada da mənfi var. Onda a plus 3 qalacaq. Bölünsün 2a, yəni 2, böyükdür 0-dan. 2-yə vurdum hər iki tərəfi. A üstəgəl 3 böyükdür 0. Onda a böyük oldu, mənfi 3-dən. Bu yadımda qalsın. İndi ikincisini hesablayıram. 4a s. 4 vur, 1 vur, 9. Çıxılsın b kvadratı, yəni a üstəgəl 3-ün kvadratı. Çıxılsın 4a, bölünsün 4a. 4 vur 1, böyükdür 0. 4-ə vurdum hər iki tərəfi. 36 çıxılsın a üstəgəl 3-ün kvadratı, böyük oldu 0-dan. Bunu necə yazaq yenə? Necə yazaq? 6 çıxılsın a çıx 3. Müxtəsərmə düsturda. 6 üstəgəl a üstəgəl 3. Sərgəli yazsam, birinci vuruğumuz olacaq 3 çıxılsın a. İkincisi olacaq a üstəgəlsin 9 deyək. Böyükdür 0. Bunu da intervallar metoduna görə hesablayıb mənfi 9, 3 aralığı tapa bilərsiniz. İndi baxın uşaqlar, mənfi 9, 3 aralığı var. Bir də a mənfi 3-dən böyükdür. Onda bu ikisinin kəsişməsi hansı aralıq olacaq? Mənfi 3-dən 3-ə. Mənfi 3, 3 arasında da neçə dənə tam qiymət var? Yenə bugün yazdığımız. Necə tapırdıq? 3-dən çıxırdıq mənfi 3-ü, bir də 1 çıxırdıq, bəli. İkisini də alınır. Bir də 1 çıxırdıq. Cavabımız olacaq 5 dənə. Böyük bərabər 0 olsa, təpə nöqtə koordinat oxunun üzərində olacaq. Yəni, onu hansısa bir rübə aid eləmək olmur. Çatdı mı? Sən bu mənfi 3-ü bərabər götürüb 7-dən almısan. Allah qəbuldan saxlasın. 20-ci sual. Gəlin baxaq uşaqlar. Deyir ki, iki konsentrik çevrənin əmələ gətirdiyi halqanın qalınlığı 4-dür. Bu halqanın qalınlığı 4-dürsə uşaqlar, AC hissəsi nəyə bərabərdir? 4-ə. Həmçinin bu 4, bilirəm ki, böyük yer çıxılsın, kiçik yerdir. Qulaq asın. İndi deyir ki, alfa mərkəzi, alfa dərəcəli mərkəzi bucağa uyğun olan AMB və CMD qövslərinin uzunluqları
uyğun olaraq 6 və 10-dur. Bax, bura elə bil ki, uzunluğu 6-dır. Buranın da uzunluğu nə qədərdir? 10-dur. Ştrixləmişsən, sahəsini tapın. İlk öncə nə iş görəcəm uşaqlar? Əvvəlcə bu alfa mərkəzi bucağını tapa bilərəm. Kiçiyinin radiusuna gəlin, kiçik yer deyək. Böyüyünün radiusuna da böyük yer deyək. Kiçik üçün qövsün uzunluq düsturunu deyin mənə. Kiçik üçün qövsün uzunluq düsturu. Deməli, pi vurulsun, r vur, alfa bölünsün 180. Bərabərdir 6. Bir də böyük üçün yazıram. Pi vurulsun, böyük yer, vurulsun alfa, bölünsün 180. Bu nəyə bərabərdir? 10-a. İnşallah, bunları gəlin tərəf-tərəfə çıxaq. Niyə tərəf-tərəfə çıxıram? Çünki radiuslar fərqini 4 olduğunu bilirəm. Çıxın tərəf-tərəfə. Bölsəm nə əldə eləyəcəm? Əslində, bölsəm r-ləri birbaşa tapa bilərəm. Bölsək nə verər? Pi-lər, 180-lər və alfalar gedəcək. Onda kiçik yer bölünsün, böyük yer bərabər oldu. 3 bölü 5. Düz dedikmi? Kiçik yerimiz 3K, böyük yerimiz oldu 5K. Bunların da fərqi 4-dür deyə. 2K bərabər oldu 4-ə. K-mız nəyə bərabər oldu? 2-yə. Deməli, radiusların biri 6 imiş, biri də elə nə imiş? 10 imiş. Məndən nə soruşur? Ştrixləmişsən sahəsini. Bir də uşaqlar, bu altını gətirib burada yerinə qoyub, mən şey də tapmalıyam da, alfanı da tapmalıyam. R-i yerinə 6 qoyun birincisində. Pi vurulsun 6 vur alfa bölünsün 180. Bərabərdir 6. Buradan bunlar gedəcək. Onda alfamız nəyə bərabər olar? 180 bölünsün pi-yə. İndi, sizcə bu ştrixləmişsən sahəsini necə taparıq uşaqlar? COD sektorunun sahəsindən AOB sektorunun sahəsini çıxarıq. COD sektorunun sahəsi. Yazıram S ştrix bərabərdir. Belə idi. Pi vurulsun, böyük yer kvadratı vur, alfa bölünsün nə? 360. Çıxılsın. Bir də AOB-nin sahəsini tapaq. Pi vurulsun, kiçik yerin kvadratı vur, alfa bölünsün 360. İndi uşaqlar, ortaq məxrəc nədir hər ikisinə? 360 dərəcə. Nəyi çıxarda bilərik mötəzə xaricinə? Pi alfanı. Pi vurulsun alfanı çıxardıram. Burada qalır böyük yer kvadrat çıx, kiçik yer kvadrat. Aldıqlarımızı yerinə qoyaq. Pi vurulsun. Alfanın yerinə 180 böl pi qoy. Elə alfanın özünü tapmışıq da. Sonra böyük yer kvadrat çıx, kiçik yer kvadrat. Yəni 100 çıxılsın neçə? 36. Bölünsün 360. Buradan bunlar gedər. 180-i 360 ilə böləndə qaldı burada 2. 64-ü də 2-yə böldük. Nəticəmiz nə oldu? 32. Başa düşdüyümü? Qəşəng. İşi zormasın aşağı. Yaxşı eləmişik. Normal nə yazmışdımsa, sektor sahəsi düsturunu bilmirsən, necə düz götürək onu qala? Qulaq asın görək. Baxırıq 21-ə. Bir, çoxluğunun elementlərindən rəqəmləri müxtəlif olan 3 rəqəmli ədədlər düzəldilib. 3 rəqəmli ədədlər düzəldilib. Nə başa düşdünüz? 1, 2, 3-dən xətt çəkirik. Bura neçə cür? 7, 6, 5. Bu nə qədər elədi? 210. Ümumilikdə 210 dənə ədədimiz var. Ehtimalda bu harda yazılırdı? Məxrəcdə. İndi bu ədədlər arasından təsadüfi götürülmüş 2 ədədin hər ikisinin cüt ədəd olması hadisəsinin ehtimalını tapın. Uşaqlar cüt ədədlərin sonu nə ilə bitirdi? 0, 2, 4, 6, 8. İndi burada 0 yoxdur, 8 yoxdur. Sonu ya 2, ya 4, ya da 6 ola bilər. Neçə halda? 3 halda. 7 dənə ədəddən birini yazmışam sona. Bir dənəsini götürüb yazdım sona.
Onda bura neçə şansımız qalacaq? 6. Burada qalacaq 5. Bunların hansı nə verdi? 90. İndi 2 dənə ədəd götürmüşük uşaqlar. Ona görə məxrəcə 210 yazmayacaq. 210 da nədədir? 90 dənəsi cütdür. 120 dənəsi nədir? Təkdir. İndi buradan neçə dənə ədəd götürdük? 2 dənə. İkisi də nə olsun dedi? İkisi də cüt olsun. Onda sıfırı tək olacaq. İndi bu şaxəni qurandan sonra ehtimal necə hesablanırdı? 210-dan 2. Yuxarısı da 90-dan 2 vurulsun. 120-dən 0. Hesablayaq uşaqlar. 90 vur 89 bölünsün. 2 vur 1. 120-dən 0 onsuz da 1 verir. 210-dan 2 nədir bəs? 210 vurulsun 209 bölünsün 2 vur 1. Bu 2 vur 1'ler gedər. Buradan bu sıfırlar gedər. Düzdürmü? 9 21 ilə getsə nə qalacaq? Burada 7, burada 3 qalacaq. Başqa ixtisarımız varmı? Başqa ixtisarımız yoxdur. İndi aşağısını vurun görün bir-birinə. 1463. Yuxarısını da vurun. 267. Cavabımız oldu 267 bölünsün 1463. Sizi qınamıram uşaqlar. İmtahanda belə bir cavab alsa adam öz-özündən şübhələnər. Amma həll prosesində nəsə bir səhvimiz yoxdur. Aydın oldu? Davam edirik. Deyəcəm axırda. Deməli, görün nə deyir? P nöqtəsindən çevrəyə PA toxunanı və PB kəsəni çəkilmişdir. Bu nə rahat sualdır? PB verilibdir bütövlükdə 12. CB'miz 3 dənə PC'dir. CB'miz 3 dənə PC'dir. Onda bu necə bölünəcək uşaqlar? Elə ki, bura x-dirsə, onda bura 3x. 4x 12. X'imiz tapıldı 3. Demək ki, PC 3 imiş, burada 9 imiş. Məndən də PA-nı soruşur, gəlin burada A deyək. Bir toxundan bir kəsən üçün düsturumuz var idi, necə idi? Toxunanın kvadratı, A kvadratı bərabər idi. Kəsənin çöldə qalanı 3, vurulsun ümumisi 12. Bu elədi 36. A kvadrat 36-dır deyə A-mız nə oldu aşağılar? 6. Aydındır? Tamam. Keçirəm 23-ə. 23-ə baxaq. Deyir, qutuda 8 qırmızı, 6 ağ çiçək var. Yazıram. 8 qırmızı, 6 ağ çiçək var. Toplam neçə dənədir? 14. Buket düzəltmək üçün 3'ü qırmızı, 2'si ağ olmaqla 5 çiçəyi neçə üsulla seçmək olar? 5 dənəsini götürmüşük. 3'ü qırmızı, 2'si ağ olacaq. Bir sakit olun görüm. Uşaqlar, neçə üsulla seçmək olar dediyinə görə məxrəc olmayacaq burada. Ehtimal istəmir ki, ehtimal istəsəydi məxrəcə bir də kombinizon 14-dən 5 yazardıq. Bizdən istədiyi sadəcə haradır? Kəsirin sürətidir. Yəni 8 qırmızıdan 3 qırmızını seç. Nə yazmalısınız? Kombinizon 8-dən 3 vurulsun. 6 dənə ağdan 2 dənə ağ seç. Kombinizon 6-dan 2. Bir də deyirəm, məxrəc yazsaydım biz bunun ehtimalını tapmış olardıq. İndi bunu hesablayın sadəcə. 8-dən 3'ü necə hesablayırdıq? Ay sağ ol. 3, 2, 1. Altdan 2'ni 6, 5, 2, 1. Bundan bu gedir. Bundan da bu gedir 3. 56 vuraq 15. Cavabımız olacaq 840. Aydın oldu mu? Bunu yoxlayanlar mənə deyir ki, nə qədər bunu ehtimal kimi düşünənlər olur. Bax bura. Deyir, ABC üçbucağında BAC ilə BCD bir-birinə bərabərdir. Gəlin yazaq uşaqlar. Bura ilə bura bir-birinə bərabərdir. Bu B bucağı ortaq bucaqdır. Mənlə razısınızmı? Burada deyirəm bir dənə beta.
İndi davamı necə gələr? BC neçə verilib? 12. AC 15. BD 8. CD 10'dur. AD'ni soruşur. Daha hər şey verib ki, uşaqlar. Oxşarlıq eləyəcək. Bu arada bunun bu üçüncü bucaqları da bərabərdir. Alfa, beta bunun hamısı gamma desəm, onda bunun burası da olacaq gamma. Kiçik üçbucaqda alfanın qarşısı 8. Böyük də alfanın qarşısı 12. Kiçik üçbucaqda betanın qarşısı 10'dur. Böyükdə 15'dir. Yazmıram, gammaya keçək. Kiçikdə gammanın qarşısı 12. Böyükdə gamma bunun hamısıdır. X plus 8 deyəcək. Çarpaz vuranda ya da belə eləyək. Bununla bu gedir də 4'ə. Burada 3, burada 2 qalır. 2 ilə 12 gedir. Burada 6, burada 1 qalır. Vurun çarpaz. X üstəgəl 8 bərabər oldu 18. X'imiz də nə tapıldı uşaqlar? 10 tapıldı. Aydın oldu. Nəhayət 25-ci suala keçək. 25. Deyir ki, A kranı boş hovuzun 25%'ni 3 saata doldurur. Uşaqlar 25% neçə hissə deməkdir? 4'də 1. 4'də 1 hissəsini 3 saata doldurursa, hamısını neçə saata doldurar? 12 saata. Bunu tənasüb qrup tapa bilərsiniz də. 4'də 1 3 saatdırsa, biri nə qədərdir? B kranı isə dolu hovuzun yarısını 9 saata boşaldır. Uşaqlar 9 saata boşaldırsa yarısını. Bu hamısını olsa boşalda bilməz də. Başa düşdünüzmü? Niyə? Çünki B fikir verin harda yerləşibdir. Burada H, burada H-dırsa. Tən ortada yerləşibdir. Bunu elə mən yazacağım 9 saat. Amma bu boşaldandır. Bu doldurandır. Davamına qulaq asaq. Boş hovuzun yarısı A kranı ilə doldurulduqdan sonra B kranı da qoşularsa, hovuz neçə saata dolar? Uşaqlar, əgər A kranı bu hovuzu tamamilə 12 saata doldurursa, yarısını neçə saata doldurur? 6 saata. Bax, bura yazıram 6 saat. İndi, bu yuxarı hissəsini neçə saata dolduracaq? 6 saata A elə bir ki doldurur, 9 saata da B boşaldır. Onda yuxarısı neçə saata dolar? Yuxarısını necə hesablayarıq? 6'da 1 çıxılsın, 9'da 1. Bərabərdir x-də 1. Buradan x-i tapıb üstünə bu 6 saatı da gəlməlisiniz. Deyin görüm, ortaq məxrəc 18. Bura 3, bura 2 bərabərdir 1 bölü x. Buradan x bərabər oldu 18 saat. 6 saatda əvvəlcədən A işləmişdi. 18 üstə gəlsin 6 bərabər oldu 24 saat. 6 nə üçün gəlməyib? Deyir, boş hovuzun yarısı A kranı ilə doldurduqdan sonra B kranı da qoşularsa. Bax, A elə bir ki, yarısını doldurubdur, sonra da B qoşulubdur. Hovuzu neçə saata dolar? 6 saat əvvəlcədən ancaq A işləyib. 18 saatda həm A, həm B işləyib. Aydın oldu. Cavabımız oldu 24 saat.